Salam, bizim bugünkü mövzumuz natural ədədlərin toplanması və çıxılmasıdır. Bugün biz natural ədədlər üzərində hesablama əməllərini yerinə yetirmək, ədədi ifadənin qiymətini tapmağı öyrənəcəyik. Verilmiş bərabərlikdə A və B-yə toplananlar C-yə isə onların cəmidir. Yəni, A + B bərabərdir C verilibsə, A birinci toplanan, B ikinci toplanan, C isə onların cəmidir. Toplama əməlinin yerləşmə xassəsinə baxaq. Bu nə deməkdir? Toplananların yerini dəyişdikdə cəm dəyişmir. Məsələn, belə bir nümunə göstərək. 48 + 17 ədədinə baxaq. 48 + 17 65 edir. İndi isə digər misalda toplananların yerini dəyişir. 17 ilə 48 toplayaq. Baxaq, görürük ki, yenə də eyni nəticə alınır. Yəni ki, toplananların biz yerini dəyişdik, cəm isə dəyişmədi. Toplamanın qruplaşdırma xassəsi. Verilmiş ədədləri toplamaq üçün onları qruplaşdırıb toplaya bilərik. Məsəl üçün, bizə 3 ədəd verilmişdir. 28 + 29 + 12. Buradan görürük ki, 28 ədədi ilə 12 ədədini qruplaşdırmaq bizə yuvarlaq bir ədəd almağa kömək edir. Onun üçün də birinci toplananla üçüncü toplananı toplayırıq və üzərinə ikinci toplananı əlavə edirik. Baxırıq ki, burada yuvarlaq bir ədəd alındı. 40 ədəd üzərində 29 deyəndə 69 edir. A + B bərabərdir C bərabərliyində A-ya azalan, B-yə çıxılan, C-yə isə fərq deyilir. Deməli, A burada azalan, B çıxılan, C isə fərq olur. Natural ədədləri çıxarkən azalan çıxılandan kiçik olmamalıdır. Məsəl üçün, 49 çıxılsın 17 bərabərdir 32. Burada 49 ədəd azalan, 17 ədəd çıxılan, 32 ədəd isə fərq adlanır. Çıxma əməlini yerinə yetirərkən aşağıdakı qaydaları bilmək faydalı olar. Demək ki, verilmiş 3 ədədi bir-birindən çıxmaq tələb olunur. Bunun üçün birinci ədəddən ikinci ilə üçüncünün cəmini çıxmaq olar. Və ya 2 ədədin cəmindən üçüncünü çıxmaq üçün onları qruplaşdırıb birinci ilə ikincini toplayıb üçüncünü çıxmaq olar. Digər bir halda birinci ədəddən həmin ədəd çıxıb ikincinin üzərinə əlavə etmək olar. Belə bir nümunəyə baxaq. Birinci qaydamıza uyğun olaraq, məsəl üçün, 121 çıxılsın 16 çıxılsın 5. Biz birinci ədədi saxlayıb, ikinci ilə üçüncünü toplayıb birincidən çıxa bilərik. Baxırıq ki, 16 ilə 5 21 edir. 121-dən 21 çıxmaq daha rahatdır. İkinci qaydaya uyğun olaraq nümunə göstərək. Məsələn, bizə 78 + 39 çıxılsın 18 ədədi verilmişdir. Burada görürük ki, birinci ədəddən üçüncü ədədini çıxmaq daha rahatdır və hesablamada bizə kömək edir. Burada görürük ki, 78-in 18 çıxsa 60 alınır, 60-dan 39-u topladıqda 99. Diqqətinizə görə təşəkkür edirəm.